19-cu fəsil. Yenə də son hədd. Nə qədər ki bizi gözləyirlər, biz sağıq. Nə qədər ki bizi xatırlayırlar, biz qayıdacağıq. Bacardığım qədər tez gəldim. Hələlik Sonaya heç nə deməməyə qərar verdim. O indi Ləmanın yanındadır. O necədir? Günay narahat halda Raminin yorğun üzünə baxaraq soruşdu. Əməliyyat olunur. Ondan kömək gözləməsini xahiş etdim. Mən bilməli idim ki, qulaq asmayacaq. Onunla qalmalıydım. Ramin cansız səslə cavab verdi. Günay onu qucaqlayıb pıçıldadı. Özün görəcəksən, hər şey yaxşı olacaq. O güclüdür. Onların gözlərinə necə baxacağımı bilmirəm, deyən Ramin, başını xəstəxana dəhlizində oturmuş, yerindən tərpənməyən Vaqif bəy və həyat yoldaşına tərəf yellədi. Çöhrələrində o qədər ümidsizlik və qorxu vardı ki, Günayın ürəyi sıxıldı. Samirə özünə yer tapa bilmirdi. O dəhlizdə o yana bu yana qaçır. Hər səsə reaksiya verirdi. Həkimin çıxmalı olduğu qapıya tərəf yürürdü. Nəhayət qapı açıldı. Həkim onlara tərəf gəldi. Hamı dərhal ayağa qalxıb onun üzünə baxaraq hökmü oxumağa çalışırdı. Hamıya nəzər salıb baxışlarını Vaqif bəy və Zema xanım üzərində saxlayaraq dedi. Döş qəfəsinə nüfuz edən yarası var. Biz əlimizdən gələni etdik. Hazırda vəziyyəti stabildir, lakin çoxlu qan itirib. Bu 2 gün kritik olacaq. Ümid edirik ki, orqanizm öhdəsindən gələcək. Onun yanına gedə bilərəm, Zema xanım pıçıldadı. Hələ yox, o reanimasiyadadır. Ancaq xəstəni şüşədən görə bilərsiniz. Mən sizi yola salaram. Vaqif bəy, Zema xanım və Samirə Qalibi görməyə gedəndə Ramin stula çöktü. Günay onun yanında əyləşdi. İndi Qalibi başa düşürəm. Adil öləndə özünü günahlandırdı. Dedi ki, o zaman parapetdən tullanmaq fikrində deyildi. Amma onu saxlayan o qız olmasaydı, kim bilir nələr olardı. Ramin barmağını Qalibin qolundakı saatının üzərində gəzdirdi. Nə dedin, nə dedin? Günay yenidən Raminə baxaraq soruşdu. Nədir ki? Qız və parapet haqqında. Sona yayda mənə dedi ki, bulvarda qaşışa çıxarkən, Məhəzcərin o tərəfində bulvarda bir oğlan görüb, onunla danışdı və sonra çıxıb getdi. Arxaya dönüb uzaqdan gördü ki, o geriyə dırmaşıb və uzun müddət skamyada başını əlləri arasında sıxaraq əyləşmişdi. Sona onunla yenidən görüşmə ümidində idi və onu tanımasa da bir neçə dəfə o yerə qayıtmışdı. Onu ancaq arxadan görmüşdü. Qaliblə görüşənə qədər onu axtarır. Ramin yerindən dik atılıb ayağa qalxdı. Tez Sonaya zəng et, qoy gəlsin. Qalib mənə demişdi ki, o qızın xüsusi səsi var idi, zəng səsinə bənziyirdi və daha sonra bəzi asosiasiyalar haqqında nəsə deyirdi. Ay, əclaf, sən demə Sonayı ilk dəqiqədən tanıyıbmış. O bulvardakı qızı niyə bir daha xatırlamadığını indi başa düşdüm. Əminəm ki, onu ayıltmağı ancaq Sona bacaracaq. Palatanın səssizliyini ancaq aparatın davamlı siqnal səsi pozdu. Qalib hərəkətsiz uzanmışdı. Üzü solğun idi. Borudan nəfəs alırdı. Otaqda sakitlik hökm sürürdü, yalnız Qalibin qoşulduğu cihaz onun hələ sağ olduğunu xatırladırdı. Ramin Qalibin saatını əlində tutaraq yanında oturdu və pıçıldadı. Söz vermişdin, Qalib. Qayıtmağa söz vermişdin. Kəndi xilas etdik. Sən xilas etdin. Hamı çıxdı və təxribatçıları ələ keçirdilər. Sən isə burada uzanırsan. Oyan, eşidirsən, oyan. Hələ birlikdə məzuniyyətə getməliyik. Açılan qapının qıcıltı səsi eşidildi. Sona sakitcə otağa daxil oldu. Onun gözəl siması sanki bütün rəngini itirmiş və gözlərində nigaranlıqdan başqa heç nə qalmamışdı. Günay mənə hər şeyi danışdı. Ramin başını həllətdi. Mən Günayın yanına gedirəm. Sona çarpayının kənarında oturdu, Qalibin solğun üzünə gözünü çəkmədən diqqətlə baxdı. Əlini yumşaq bir şəkildə sıxaraq sakitcə səsləndi. Of, Qalib, of, görüşümüzü belə təsəvvür etmirdim. Niyə mənə demədin ki, həmin oğlan elə sənsən? Tale bizi bir daha ayırmaq üçün qovuşdurmadı. Hayda, aç gözlərini. Sənə deyəcək çox sözüm var. Onun səsi titriyirdi. Lakin iyulun əvvəlində Qalibi özünə sui-qəsd etməkdən xilas etdiyi anda sahib olduğu eyni gücü, qüdrəti yenə də bu səsdə hiss etmək olardı.
O pıçıldayaraq danışmağa davam etdi. Sonanın ağzından çıxan sözlər Qalibi həyata bağlayan nazik iplərə bənziyirdi. Sənin üçün nə qədər çətin günlər yadındadır, amma sən o günlərdə belə dəyanət göstərə bildin. Sən bunu o zaman etdinsə, indi də edə biləcəksən. Hamımız səni gözləyirik, mən səni gözləyirəm. Qalibin yeni 6 yaşı var idi və yenidən anasının qucağında olmaq ona çox xoş təsir bağışladı. Ancaq birdən hər şey dəyişir. O yenidən yetkinlik yaşına çatır və atasının onun çiyninə əli ilə toxunduğunu görür. Və atası pıçıldayaraq deyir, mən səninlə fəxr edirəm. Sonra da Adillə zarafatlaşıb gülür. Məni bağışladın, Qalib Adilin gülən üzünə baxaraq soruşdu. Səni bağışlayacaq neynəmisən ki? Sən mənim arzu edə biləcəyim ən yaxşı dost və qardaş edin. Mən səninlə yenə də həmin maşına binərdim. Qulaqlarındakı bu cingiltili səsdən başqa özünü çox yaxşı və sakit hiss edir. Hardasa bunun nəyəsə işarə etdiyini başa düşürdü, amma nəyə? O valideynləri və Adillə irlikdə dəniz sahilində əsən mehdən həzz alır, fəqət bu cingiltili səs getdikcə daha da güclənir. Qalib fikrini bu xoşbəxtlik və huzur hissi üzərində cəmləmək üçün başını həllədir. Amma birdən başa düşür ki, hər iki ona mehribanlıqla baxır və anası onun yanağını sağlayıb, getməyin vaxtıdır əzizim, o səni çağırır. Cingiltinin səsin gəldiyi istiqamətə doğru get. Unutma, biz həmişə yanındayıq və səni sevirik. Valideynlərimizin və Samirənin qayğısına qal. Qulağını dəlib keçən israrlı cingiltinin ucbatından Adilin səsi güclə eşidildi. Qalib geriyə dönüb diqqətini ona yönəltdi və sonra da bu səsi aydın eşitdi. Bu çox incə və çox doğma səsdir. Heç vaxt təslim olmayan səsdir. Onu geri çağıran səsdir. Bu zaman Qalib onun sözlərini eşidirmiş kimi hiss olunan şəkildə gözlərini qıydı. Göz qapaqları tərpəndi. Sona nəfəsini tutaraq donub qaldı və sonra birdən irəliyə doğru əyildi. Qalib, mənəm, Sona. Mən buradayam. Mən səninləyəm. Gözlərini açdı. Yavaş-yavaş. Onun bulanıq və azmış baxışları sanki qatı dumanın içində mübarizə aparırdı. Amma qızın üzünü görəndə əvvəlcə heç nə anlamasa da sonra qızı tanıdı. Sənsən. O çətinliklə pıçıldadı. Zənglər. Sona gözyaşları içində gülümsəyərək əlini daha bərk sıxdı. Bəli, mənəm. Sən qayıtdın. Səni eşitdim. Epilog. Onlar getdilər ki, biz qayıda bilək. Biz qayıtdıq ki, onlar bizdə yaşasınlar. Yaddaşın, ağrı acının və sevginin köməyi ilə uşaqların yalnız sülh şəraitində yaşayacaqları bir gələcək qurmağa çalışırıq. Ağdam, illər sonra. Yenicə salınmış səki boyunca fidanları tərpədən isti külək yenidən dirçəlmiş Ağdamın küçələrində əsirdi. Bir vaxtlar uçuq-sökük bir evin dayandığı hündür daş hasarın arxasında indi böyük pəncərələri və geniş eyvanı olan səliqəli, işıqlı 2 mərtəbəli ev dayanırdı. Hasar boyunca əkilmiş meyvə ağacları bu isti gündə budaqları ilə kölgəlik və sərinlik verirdilər. Ancaq köhnə armud ağacının altındakı skamya elə həmənki idi. Küçənin boş və ölü olduğu o illərdə belə bu skamya sağ qalmağı bacarmışdı. Qalib eyvanda dayanıb çiynini dirəyə söykədi və təbəssümlə 2 əkiz oğlanın həyətdə qaçaraq, gülərək bir-biri ilə ötüş oynamalarına tamaşa etdi. Adil, qardaşını itələmə. Səni isə biraz cəld ol, qardaşına çatmağa çalış. Qalibin səsi eşidildi. Sona ərinə gülümsədi. Yenə çay verim? Mən gətirərəm. Ay qızlar, qaçmayın. Günay oturduğu yerdən ayağa qalxıb, əkiz qızlara başını yelləyərək buyurdu. Gəlin mətbaxa gedək. Mənə şirniyyat gətirməkdə və atanızla qardaşınızı tapmaqda kömək edərsiniz. Qalib arxadan Sonaya yaxınlaşıb çiyinlərini qucaqladı. Başını onun sinəsinə söykədi. O əlini onun yuvarlaq qarnında yavaşca gəzdirdi. Adını nə qoyacağımıza artıq qərar vermisən? Pışıldadı. Sara, nənənin şərəfinə. Sona gülümsədi. Qalib razılıq əlaməti olaraq başını tərpətdi.
Gözləri dumanlı idi, amma gözlərində kədər yox, nur vardı. Qalib ətrafına boylandı. Bu zaman Günay bir nimçə çayla evdən çıxdı. Qızlar ona və Raminə şirniyyatı daşımağa kömək etdilər. Ramin qucağında yatmış körpə ilə onların arxasında göründü. Həyat burada idi. Gerçək və dinc həyat. Qalib nəzərlərini doğma torpağının ucsuz-bucaqsız düzənliklə uzanan üfüqə çevirdi. O dərindən hiss etdi ki, Adil yanındaydı. Atası da yanındaydı. Anası da. Onlar hər yerdə idi. Qalibin ruhunda, bu divarlarda, uşaqların səsində, ağacların arasından eşidilən küləyin vıyıldayan səsində. Amma ən əsası o idi ki, daha bu yerlər yenidən onların idi. Əmin-əmanlığın hökm sürdüyü yerlər. Doğma ocağın olduğu yerlər. Və o qəti bilirdi ki, övladları qorxu içində yox, ləyaqətlə böyüyəcək. Ağdamın səmasında sis-kül yoxdur. İşıq var. Hər bir nəfəsdə xatirə var, bir iz var. Biz yaşadıq, döyüşdük, bağışladıq, yürüdük, təki körpələr bu torpaqda firavan yaşasınlar.